Salamlar gənclər, bu videoda biz artıq Excel'dən qəbula düşmüş sualların izahına baxmış olacağıq. Ümumiyyətlə Excel'dən minimum 2, maksimum isə 3 sual düşür. Word-dən də məlum olduğu kimi, ümumiyyətlə səhifənin tərtibatı, daha doğrusu ümumi tabların görüntüsü, hansı əmr harda yerləşir, doğru mülahisələri görsədin və məsələ tipli suallar olur. Excel'də də çox vaxt məsələ tipli və yaxud da konkret olaraq qısa yollarla bağlı olan suallar olur. Gəlin birlikdə qəbula düşmüş sualların izahına baxaq. Deməli, daxil oluruq Excel ilə bağlı qeydlərimizə. Qeyd edir ki, birinci sualda Excel'də nəyi soruşur? Excel'də sütun sayı var. Excel'də əsas elementlərimiz, sətirlərimiz, sütunlarımız və xanalarımızdır. Deməli, sütun sayı nə qədərdir? Sütun sayılarımız bizdə, sətir sayılarımız kontrol aşağı düyməsinə vursam 1.048.576. Deməli, sütun sayımız 16.384-ə bərabərdir. Sətir sayımız isə sütun sayı olsun xana sayına. Yəni bizdən burada sütun sayı soruşduğuna görə 16.384-ə bərabər olacaq. İkinci suala baxıraq. Excel 2019-da Namebox elə ad qutusu nəyi bildirəcəyi qeyd edir. Namebox nə idi? Baxırıq. Namebox həmin bu hissə idi. Yəni bu nədir? Xananın ünvanı bildirir. Mən hansı xanadayamsa həmin xananın ünvanını bildirəcək. Bu formula barda bununla qarışdırmırıq. Bu da isə yazdığım məlumatın məğzini bildirmiş olur. Deməli, baxırıq, xanaya daxil edilmiş məlumatı formula bar bildirəcək. İşçi kitabının adı da səhvdir. Qeyd edilmiş xananın ünvanını, bəli, doğru variant B variantı olacaq. Üçüncü suala baxırıq. Excel 2019-da vərəqin gizlədilməsini necə icra etmək olar? Ümumiyyətlə, sətir, sütun və iş vərəqlərinin gizlənilməsi kimi sual ola bilər. Sətir, sütun və iş vərəqləri. Daxil oluram Excel-ə. Deməli, sətir, sütun və vərəqlərinin gizlədilməsi. Həm üstünə gəlib gizlədə bilərəm. Sheet fikir veririk. Sheet'i buradan hide edə bilərəm. Və yaxud da Home tabından fikir veririk Cells qrupunda. Format hissəsi var ki, burada hide and hide var. Həm sətri, həm sütunu, həm iş vərəqini gizlətmək mümkündür. İndi məndən iş vərəqinin gizlədilməsini soruşurdu. Fikir verib, bəli, Home-da Cells'in format hissəsində iş vərəqini gizlətmiş olacağım. Baxırıq dördüncü suala. Deyir ki, hesablamalar nəticəsində nə olacaq? Bu arada bəzən qarışdırırlar. Ortada qoşa nöqtə varsa, bu diapazon deməkdir. Yəni aralıq deməkdir. Əgər məndə, məsəl üçün, B2, vergül B6 desəydi, hər biri ayrılıqda olardı. Ortada qoşa nöqtə olduğuna görə bu, yəni B2-dən B6-ya kimi aralığı nəzərdə tutur. Bizdən sətirlərin sayını soruşur. Sətir sayını soruşa bilər, sütun sayını soruşa bilər, bir də xana sayını soruşa bilər. Sətirlərimizi biz rəqəmlərlə işarə edirik. Sütunlarımızı isə hərflərlə. İndi məndən sətir soruşduğuna görə sətirlərimə baxıram. Böyükdən kiçiyi çıxıb üstünə 1 gələcəm. Sətri soruşursa, böyük ədəddən kiçiyi çıxıb üstünə 1 gələcəm. Yəni 6 çıxılsın 2 plus 1 mənə 5 ədədini doğru cavab olaraq verəcək. Əgər məndən sütunu sorsaydı, baxıram B-dən B-yə bir dənə sütun var da, bir dənə sütunu olacaq. Xana sayını sorsaydı, sütunu da sətrə vuracaqdıq. Bu da belə. Baxsaq, həqiqətən də B2, B6 aralığına, B2, B6 aralığı. Həqiqətən də baxsaq, həmin aralıqda sətir, sütun, xana sayı nəyə bərabərdir, onu təyin etmiş oluruq. Elektron cədvəldə diapazon nədir, dedim elə. Diapazon aralıqdır. Bəli, cədvəldə düzbucaqlı formasında sahə təşkil edən xanaların toplusu bizdə diapazon olacaq. Məsəl üçün, B2, B6 diapazonun elə burada bayaqları görsətmişdim. Həmin baxırıq, düzbucaqlı şəklində aralıq təşkil edir. 6-cı suala baxırıq. S1 xanasındakı düstur S2 xanasına köçürlərsə, bu düstur S2 xanasında hansı şəkildə olar? Deməli, mən nə edirəm? Birinci nəyə baxırıq? Deyir ki, S1 xanasındakı düstur S2 xanasına köçülür. Sətrim, sütunum necə dəyişir ona baxıram. Baxıram ki, sütunum S idi, S olub. Deməli, sütunum dəyişməyəcək, olduğu kimi qalacaq. Sətrimə baxıram, 1 idi, 2 olub. Deməli, sətr nə olub? 1 vahid artıb. Deməli, S1 xanasındakı düsturu S2-yə köçürdəndə onda nə baş verəcək? Deməli, sütunlar olduğu kimi qalır, sətirlər 1 vahid artacaq. Bir də bunu da yadımızda saxlayırıq. Qarşısında dollar işarəsi varsa, bu bizdə mütləq ünvandır. Mütləq ünvan dəyişmir, nə baş verir versin. Yəni, dollara dollar 1 olduğu kimi qalacaq. Bunun olmadığı variantları çıxdım. Sonra nə dedik? Sütun dəyişmir, olduğu kimi qalır. Sətrim isə rəqəmin 1 vahid artır. Yəni, 1 idisə olacaq 2. Doğru cavab olur. B variantı. Deməli, baxırıq 7-ci suala. 7-ci suala baxaq. Qeyd edir ki, kontekst menyusunun format Cells əmrinin köməyi ilə aşağıdakılardan hansı əməliyyatları yerinə yetirmək olmaz? Kontekst menyusunun format Cells əmri. Format Cellsdirsə, deməli, formatla bağlı əməliyyatları yerinə yetirə bilərəm də. Tutaq ki, bilmirəm. Fikir veririk.
Sərhəd xəttinin tipini, sərhəd çərçivəsinin formasını, burada fikir verirsə müəyyən bir formatla bağlı hissələrdir. Bir dənə düsturun daxil edilməsindən başqa, deməli formatla bağlı hissələri çıxıram, cavab qalacaq D variantı. D1 oyğunda yazılan düsturu D2, D3, D4 oyğularına köçürdükdə D5-in qiyməti. Deməli, nə deyir? D1-dən köçürdürəm. Sütunlarım dəyişməyəcək. Fikir verir, hamısı D-dir çünki. Amma sətirlərim 2-yə keçəndə 1 vahid, 3-ə keçəndə 2 vahid, 4-ə keçəndə 1-dən söhbət gedir. 3 vahid artmış olacaq. Deməli, baxıram D1 oyğundakı qiymətə. D1-də verib A1, C1 aralığı. Mən D1-dən D2-yə keçirəmsə, fikir verir, sütun dedim olduğu kimi qalır. Amma sətrin 1 vahid artır. Yəni A2, C2 olacaq. Deməli, 3-ə keçsə neçə olacaq? A3, C3 olacaq. A3, C3 olacaq. Burada isə A4, C4 olacaq. Buradan da belə qeyd edirəm. A4, C4 olacaq. Niyə görə? Çünki dedim ki, məsəl üçün, ya belə gedirik, 1-1 gedəndə 1-1 artır. Ya da ki, D1-dən D4-ə gedibsə, 1-dən 4-ə gedibsə 3 vahid artır. 1-in üstünə 3 gələcəm, A4 olacaq. Deməli, minimum nə deməkdir funksiyalarımızdan? Həmin aralıqda, aralıqdır, qoşa nöqtədir. Həmin aralıqda ən kiçik ədəd. Yəni deyir ki, A1, C1 aralığında ən kiçik ədəd. Həmin bu aralıqda ən kiçik ədəd nədir? 4. Deməli, bu bizə 4 qiyməti verəcək. Sonra A2, C2 aralığı. Yəni A2-dən C2-yə kimi. Aralıqda ən kiçik ədəd baxıram 5-dir. Bunun qiyməti 5-dir. Sonra deyir A3, B3 aralığı. Bura baxıram, həmin bu aralıqda balaca 1-dir. Digərində isə baxıram ki, 2 olacaq. Sonra da deyir ki, D1, D4 aralığındakı ədədləri cəmlə. Yəni D1, D4 aralığı nədir? Bunlardır. Bu ədədləri də cəmləyəcəm. Bu da mənə hansı qiyməti verəcək? 9, 10, 11, 12. Cavab olur C variantı. 9-cu suala baxırıq. Yenə diapazonunda yerinə yetirildikdən sonra sütunların sayını soruşur burada. Sütun nə idi? Hərflər. Deməli, hərflərimə baxacam. Əgər sətri soruşsaydı, dedim, böyükdən kiçiyə çıxıb üstünə 1 gəlirdim. Sütun hərflər olduğuna görə gəlirəm A-dan F-ə kimi özləri də daxil olmaqla sayıram. A, B, C, D, Y, bir də F. Deməli, nə qədər hərfim oldu mənim? A, B, C, D, Y, F. Cəmi bizdə 6 dənə hərfim oldu. Deməli, bizim sütun sayımız 6-ya bərabər olacaq. 100 deyirəm, 10-cu suala baxırıq. Excel'də Y2 xanasına 16, Y5 xanasına 3, Y7 xanasına 5 yerləşdirilir və deyir ki, düsturu yazılmış xananın qiyməti nəyə bərabərdir? Deməli, Y2 xanasına 16 yazılıb. Yazıram 16. Vurulsun. Nəyə dedim? Y7 xanasında 5 yerləşdirilir. Y5 xanasına birinə 5 yazılıb, birinə də 3 yazılıb. 5 plus 3, 8. 16 vur 8-i soruşur bizdən. O da bizdə nəyi verir? 128 ədədini verəcək. Deməli, 11-ci suala baxırıq. Doğru hökmləri seçin deyir. Diaqram əsasında qurulduğu verilənlərin eyni iş vərəqi. Diaqram əsasında qurulduğu verilənlər ilə eyni iş vərəqində yerləşə bilər. Həm ayrı yerləşdirə bilərik, həm də eyni yerləşdirə bilərik. Doğrudur. İş vərəqi 256 sütundan ibarətdir deyir. Sütunlarımızın sayı nə qədər dedik? 16384. Sonra deyir, iş kitabı 255 iş vərəqindən ibarətdir. İş vərəqlərimiz eyni qədər ola bilər. Diaqram əsasında qurulduğu verilənlər ilə eyni iş vərəqində bəli, yerləşə də bilər, yerləşməyə də bilər. Cavab olur 1, 4. Verilmiş funksiya yerinə yetirildikdən sonra nəticə necə olacaq? Sam nə idi? Cəmləməni tapır da. Görək, bu açıq sualdır. Bəli, açıq sualdır. Deməli, sam nə edir? Cəmləməni tapır. Deyir ki, A1 qoşa nöqtə B2. Nəticəni soruşursa, bəli. A1-dən B2 aralığındakı olan ədədləri cəmlə deyəcək. Bu da bizə nəyi verəcək? 30, 30, 3, 2, 35 ədədini qaytarmış olacaq. Baxırıq 13-cü suala. Bu da funksiya ilə bağlı sual idi. Deyir ki, xanaların ədədlərinin ən böyüyünü tapmaq üçün hansı düsturdan? Ən böyüyü tapırıqsa, nədən istifadə edirik? Maksimum funksiyasından istifadə edəcəm. Minimumu çıxıram. Biz də demişdik ki, A1 ədədlərinin ən böyüyünü. Buna aralıq kimi verəcəm də. Aralıq nə idi? Diapazon. Ortada qoşa nöqtə qoyurduq. Yəni A1-dən A5 aralığındakı maksimum ədədlərin tapılması üçün həmin bu funksiyadan istifadə etmiş olacaq. Deməli, baxırıq 14-cü suala. Excel'də Home Editing Fill əmrindən istifadə edilmiş seçilmiş xanalar doldurmaq olar. Burada fikir veririk. Excel'də, Editingdə, Filldə. Burada məsəl üçün verilənləri avtomatik olaraq sırayla sıralamaq, seriyalamaq olurdu. Nə yazırdıqsa avtomatik olaraq sıralamış olurduq. Məsəl üçün 1 yazıram, avtomatik olaraq sıralamaq üçün fildən istifadə etmiş olacağım. Məsəl üçün seriyalamağa gəlirəm. Məsəl üçün 1-1, tutaq ki, dayansın onda.
Fikir veririk sıraladı. Sətr sütunu da özüm seçirdim. Hansı sıra üzrə sıralasın. Deməli, deyir ki, seçilmiş xanalardan birincisinə daxil edilmiş verilənlərə əsasən, bəli, sıralama tətbiq edilmiş olacaq. Birinci verilənə əsasən. 15-ə baxıraq, Excel elektron cədvəlində verilmiş fraqmentinə əsasən C14 xalasını tapın deyir. Sizin bir sualınız elə bu tipdə düşəcək. Həll qəbula funksiyalarla bağlı sual düşür. Count, countif, count funksiyaları ilə bağlı daha çox düşür. Deməli, baxıram, elektron cədvəl fraqmentində C14-dür, buranı soruşur. Biz əvvəl C12-dən C13-ü təyin etməliyik, yəni bunları. Maksimum nə idi? Maksimum aralıqdakı böyük ədədin tapılması. A2, A4 qoşa nöqtədirsə, deməli, dediyi aralıqdır. A2, A14, həmin bu aralıq. Ən böyük ədəd hansıdır? 6. Sonra, count nə idi? Count A olanda bütün rəqəm dolu olan xanaların sayını qaytarırdı. Təkcə count ədəd dolu olan xanaların sayını qaytaracaq. Yəni, B2, B14 aralığında nə qədər dolu xana var? 3 dənədir də rəqəm sayı. 3 də budur. Bizdə də deyir ki, 6 vurulsun 3, yəni cavab olacaq 18. Burada artıq bizdə baxıram, B3, Y9 xanasında, diapazonunda sətri soruşur. Deməli, sütunu soruşsaydı, B-dən Y-yə kimi sayırdım. B, S, D, Y. 4 dənə sütunum. Sətri soruşur, böyükdən kiçiyi çıxıb üstünə 1 gəlirdim. 9 çıxılsın 6 plus 1, o da 7. 17-ci suala baxırıq. Cədvəllərə süzgəc tətbiq etmək üçün hansı lent tabından istifadə edilir? Sualı tam oxuyaq, qrup da soruşa bilər, tab da soruşa bilər. Süzgəc tətbiq etmək üçün home və data tabından istifadə edirik. Fikir veririksə, burada filtrləmək, süzgəcləmək, filtr həm deməli home tabının editing qrupunda, həm də süzgəci ilk dəfə eşidirik. Yadıma salıram ki, Excel'in özünə məxsus hansı tabı var? Bir formulada, bir də datadır. Formulada funksiyalarla bağlı olan hissələrdir. Datada isə artıq verilənlərin üzərində nə edirəm? Süzgəc tətbiq edə bilərəm. Belə yadda saxlaya bilərsiniz. Deməli, bu da olacaq nə? Data tabında yerləşmiş olur. 18-ci suala baxırıq. Verilmiş elektron cədvəl fraqmentinə əsasən C14 xanasının nəticəsini soruşur. C14 burada yerləşir. Mən əvvəl C13-lə C12-nin qiymətini bilməliyəm. C13 nədir? Deməli, bunu daha doğrusu birinci sırayla gedək. Average ədədi ortanı tapır. Yəni, ədədi orta nə idi? Toplayıb saylarına böləcək. Nəyi toplayacaq? Baxıram. A2, A14 aralığında. A2, A14 aralığında baxıram 3 dənə ədəd var. 6 plus 5 plus 1, 12. 12-ni də 3-ə böləcək, tapacaq 4. Buna aid 24-cü ilin qəbulunda belə sual da var. Bunu tapır, burada əlavə olaraq ədədlər də qeyd edir. Onları da toplayıb saylarla böləcəkdik. Maksimum həmin bu aralıqda ən böyük ədəd. Hansıdır maksimum? 8-dir. Qeyd etdim. Bizdən də soruşur ki, C13, yəni 8 bölünsün 4, bəli, bizə 2 qiymətini qaytarmış olacaq. Baxırıq 19-cu suala. Belə uzun görsədib sizi 18-ə baxırıq. Bir dəqiqə səhv yazmışam. 18, sonra 19 gəlməli idi. Hə, bu 19 olmalıdır. Print əmri harada yerləşir? Print əmri hamımızın bildiyi Word-lə də bağlı belə bir sual var idi. Print əmri bizdə fayl tabında yerləşmiş olacaqdır. Bunu soruşur. A variantı. 19-cu suala baxırıq. Sualın belə uzun olması sizi qorxutmasın. Həqiqətən də ən rahat tipli Excel-ə düşən sual tiplərindəndir. Burada heç nə yoxdur. Deyir ki, verilmiş diaqram aşağıdakı cədvəllərdən hansına uyğundur? Mən fikir verirəmsə, nəyə fikir verirəm? Buradakı sarılar nəyi bildirir? Burada məsəl üçün bazar ertəsi, çərşənbə. Baxıram ki, bazar ertəsi məndə neçədir? 2-dir. Çərşənbə 3-dür. Fikir veririk. Sonra bu digəri 5-dir. Aha, çərşənbə axşamı. Çərşənbə axşamına baxıram 6-dır, uyğun gəlir. Sonra cümə. Cüməyə baxıram 7-dir. Aha, digərinə baxıram, o da olur, məsəl üçün 8. Aha, uyğun gəldi. Fikir veririk 9. 8. Yəni bunu qarşılıq olaraq verir də. Məsəl üçün mən qeyd etdim ki, fikir veririk 2, 3 uyğun gəlmir heç digər variantlar. Təsadüfən bu variantlar uyğun gəlir. Elə təsadüfən baxdığımız. Digərlərinə baxsam bunlar avtomatik olaraq çıxır. Deməli, bizdə fikir veririksə, biri göyləri bildirir. Digərləri isə bizdə nəyi bildirir? Qırmızıları bildirir. Məndə məsəl üçün 2, 9. Bəli, 2, 9. Sonra neçədir bu? 3, 8. 3, 8. Elə ən uyğun gələn A variantı olacaq, rahatdır. Yəni, sadəcə diaqramı oxuyuruq. Fikir veririk, yenə qeyd edirəm. 2, 9. Fikir veririk, 2, 9. Sonra nədir burada? 3, 8. 3, 8. Bu formada. Yəni, uyğun olaraq cədvələ uyğun qurulmuş diaqramı soruşur. Buna da uyğun gələn variant olur A variantı. 20-ci suala baxırıq. Verilmiş elektron cədvəl fraqmentinə əsasən C15-in qiymətini soruşur. C15-i tapmaq üçün 13-lə 14-ü tapmalıyım. Gəlirik 13-ü tapmağa. Average nə idi? Ədədi orta.
həmin bu aralıqdakı ədədləri toplayıb saylarına böləcək. Yəni 12 demirə, 13, 15 deyir. Bura baxırıq. 12 plus 3, 15. 15 bölü 3 bizə 5'i verdi. Bunu qeyd etdim. A13, A15 aralığında maksimum ədəd hansıdır? 6. Bunu qeyd etdim. Sonra da sonda da deyir ki, C13 ilə 14'ü cəmlə. Yəni 6 plus 5 o da A variantı uyğun gələcək. 21-ci suala baxırıq. Qurulmuş diaqram aşağıdakı elektron cədvəl fraqmentinə əsasən A2, C2 diapazonuna uyğun olması üçün deməli hansı ədəd yazılmalıdır? A2, C2 deyirsə, buna baxırıq saat əqrəbi istiqamətində gedəcək. Yəni ikisinin cəmi birinin qiymətinə bərabər olacaq. O da nədir? İndi baxaq. Deməli verir B1 plus A1 vurulsun 6. B1 neçədir? 4. 4 üstəgirək A1 neçədir? 1. 4 üstəgirək 1, 5. 5 vurulsun 6, 30. Böyük ehtimal, böyük ehtimal. A2 dedim axı. Belə A2 neçədir? 30. Bunlarda 15, 15 olacaq. Çünki bunun yarısıdır. Deməli, indi gəlib baxırıq. Bizdən nəyi soruşur? C1'i soruşursa bunu tapmalıyam. Aha, deməli, burada 3 vurulsun B1 plus A1. B1 neçədir? B1 4'dür. A1 neçədir? 1'dir. 4 plus 1, 5, 5 dəfə 3, 15. Deməli, bu 15'dirsə, bəli, digəri də 15 olmalı. Çünki bu 50%dir ümumilikdə. Bu isə olacaq bizdə 25-25. Yəni 30'un yarısı 15-15 düşəcək. B1'imi neçə verib? 4. A1'imi də verib 1. 4 plus 1, 5. Deməli 5 vurulsun. Daha doğrusu 5 üstəgirək 5C1 bərabər olacaq. Nə dedim? 15'ə. 5C1 bərabərdirsə 15'ə. Deməli 5C1 bərabər olur. 15 çıxılsın 5 10'a. C1 də bərabərdir 10 bölünsün 5. Yəni 2'yə bərabər olmuş olacaq. Bizdən də elə C1'in qiymətini soruşurdu. Bu arada bu diaqramlarda saat əqrəbi istiqamətində gedir qiymət. A2, C2 diapazonu dediyinə görə bu formada gedəcək. Yəni A2'nin qiyməti 30'dur, digərləri 15-15. Yəni 30'un yarısı 15-15 bölünmüş olacaq. Bu belə. 22-ci suala baxırıq. Baxaq görə yenə diaqramla bağlıdır. Elektron cədvəl fraqmenti verilmişdi və bu cədvələ əsasən diaqram qurulmuşdu. Diaqramın tipi nədir və hansı diapazondakı verilənlər əsasən qurulmuşdu? Diapazonun tipi fikir veririk. Ümumiyyətlə hansı cür diapazon tipləri var idi? Bizdə pi parça piroqdur bu bilirik, dairəvi. Adından da görsək lap belə bilmirəm. Adına baxanda pi'dir. Bunu götürdüm. Daha sonra nəyi soruşur? Hansı aralığı əhatə edir? Fikir veririksə, məndə 2 dənə var. C2, C4, bir də B2, C3 aralığı var. Mən baxıram C2, C4 aralığına. Bir də baxıram nə verib bizdə? B2, C3. B2, aha, C3 aralığı. Daha doğrusu C2, C4'ə baxaq. C2, C4 aralığında fikir verirəmsə belə olmalıdır. 50, 40, 50. Bu uyğun gəlir. Fikir verib bunlar bir-birinə bərabərdir. Bu isə onlardan azdır. 50, 40, 50 bu uyğun gəldi. C2, C4 elə uyğun gələcək. Gəlin digərinə baxaq. B2, C3 idi. Ona baxsam. Gəlin baxaq. Deməli B2, B2-dən C3-ə kimi. Yəni B2-dən C3-ə kimi deyirsə bu aralığı nəzərdə tutur. Burada artıq 4 dənə verilən olmalıdır. Yəni məndə 50, 50, 40, 40. Ona uyğun gəlmir axı bu. Bizdə 3 verilənə uyğun gəlir. Cavab olur A variantı. 23-cü suala baxırıq. Excel cədvəlindəki mətni Word sənədinə çevirmək, köçürmək olar, deyir. Bu proqramlar arasında heç bir əlaqə mümkün deyil. Bu yanlışdır. Çünki demişdik ki, məsəl üçün, mən Word-dəyəm, Word-dən objektiv vasitəsilə Excel-ə, Excel-dən də Word-ə keçə bilərim. Excel cədvəlində köçürmək olmaz, səhvdir. Word sənədinə Excel faylı əlavə etməklə. Word sənədinə. Amma deyir Excel cədvəlindəki mətni. Excel cədvəlindəki mətni mübadilə buferinə köçürüb silməklə silmirik. Excel cədvəlindəki mətni mübadilə buferinə köçürüb, bəli, deməli, Word-ə əlavə etməklə. Mən məsəl üçün Excel-də bir məlumat var. Tutaq ki, nəysə bura yazmışam. Tutaq ki, nəysə qeyd etmişəm. Tutaq ki, belə qeyd etdim. Bunu gəldim, nə etdim? Ctrl-C kopyaladım. Ctrl-C mübadilə buferinə artıq köçürtdüm. Mən gəlib bunu burada, bircə dəqiqə. Mən bunu gəlib burada Ctrl-V etsəm, fikir verirsə, bura gəlib yapışacaq. Deməli, nə etdi, nə baş verdi? Excel cədvəlindəki mətni mübadilə buferinə köçürüb Word sənədinə gəldiyi Ctrl-V vasitəsilə bəli yapışdırmış olduq. İş vərəqinin adında hansı işarədən istifadə etmək olmaz? Bunu sizə qeyd olaraq verəcəkdim. İş vərəqinin adından bəli biz bu işarədən istifadə edə bilmərik. Əlavə olaraq hansı işarədə gəlin baxaq, qeyd olaraq da götürək. İş vərəqini adlandırarkən mən indi gəlirəm həmin o işarədən yazmağa çalışıram. Fikir veririk.
İş vərəqlərini adlandırarkən həmin bu simvollardan istifadə edə bilmərik. Bizdən də soruşurdu. Bu qapalı mötərizələrdir ki, iş vərəqlərini adlandırarkən istifadə etmirik. Diqqətlə baxırıq. Deməli, siləş işarələridir. Daha sonra qoşa nöqtədir, sual işarəsidir, ulduz işarəsidir. Həmçinin də qapalı mötərizələrdir ki, iş vərəqlərini adlandırarkən istifadə edə bilmirik ki, bunu da burada mən qapalı mötərizəni görüb D variantını götürmüş oldum. Deməli, baxırıq növbəti suala, 25-ci suala. B3 xanasındakı olan həmin bir düsturu B2 xanasına köçülür. Deməli, hardan hara gedirəm? Baxıram, B3-dən B2-yə gedirəm. Sütunlarım dəyişməyəcək. Sətrim amma 3-dən 2-yə gedibsə bir vahid azalacaq. Burada sərbəst dəyişəndə dəyişmir, olduğu kimi qalır. Burada məsəl üçün atıblar, bunu variantdan çıxaram. Sonra dollar dediyi nəyin qarşısında var, o dəyişmirdi. Sütunum zaten dəyişmirdi. S dollar 2 deməli olduğu kimi qalacaq. S dollar 2 olduğu kimi qalırsa cavab qalacaq A variantı. Fikir veririk, S dollar 2, dollar nəyin qarşısında varsa dəyişmirdi. Sətrim isə 3-dən 2-yə gedibsə bir vahid azalırdı. 3 etsə məndə də 2 olacaq, sərbəst dəyişəndə dəyişmir. Deməli, aşağıdakı halların hansında xananın nisbi ünvanı? Deməli, 3 dənə ünvan anlayışımız var idi. Nisbi ünvan, mütləq ünvan, bir də qarışıq ünvan. Deməli, mütləq ünvan deyəndə dollar işarəsindən istifadə edirik. Həmçinin də bu arada həm sütunun, həm də sətrin qarşısında dollar işarəsi varsa mütləqdir. Yax bir sətrin, yax da bir sütunun qarşısında varsa bu qarışıq deməkdir. Və məndə birinci sütunun adı gəlməlidir, sonra sətrin adı. Uyğun gələn variant olacaq B variantı. 27-ci suala baxırıq. Şəkildə dolu xanalar olan cədvəldə B3 xanası qeyd edilib. Uyğun diaqram qurma əmri insert əmrindən əlavə edildiyi zaman verilənlər əsasında diaqram qurulacaq. Burada da olsa diaqram A1, B3, C3 aralığına əsasən, yəni ümumi aralığa əsasən diaqram əlavə edilmiş olacaq. Yəni A1, C3 aralığı B variantı olacaq. Gəlin yoxlayaq. Tutaq ki, mənim burada verilənlərim qeyd edilib. Bu niyə belə olur? Nəysə. Tutaq ki, belə bir verilənlər qeyd etdik. Və mən burada kursorum, bu tutaq ki, bir cədvəlimdir mənim. Bunu cədvələ aldım. Tutaq ki, cədvəlimdir və kursoru burada saxlayıram. Kursoru burada saxlayıram. Gəlirəm insert bölməsinə və bir diaqram əlavə etmək istəyirəm. Fikir verirsə, diaqram hər üçünə, fikir verir, ümumi hamısını seçib, hamısına uyğun olaraq, yəni A1, C3 aralığına uyğun olaraq əlavə etmiş olacaq. Bizdən də onu soruşurdu. Bəli, hamısını əlavə etmiş olur. 28-ci suala baxırıq. Verilmiş fraqmentə əsasən C3 xanasının qiymətini soruşur. C3'ü tapmaq üçün bunu tapmalıyıq. Produkt nədir? Hasilin tapılması. Hasilin tapılması olacaq. İndi nəyin hasilini tapıram mən? A1, C1 aralığı deyir. A1, C1. A1, C1 aralığı buradır. 5 vur, 2 vur, 1 oldu 10. Əlavə olaraq burada 15 də verib. Onu 15'e də vuracam, olacaq 150. Buradan qeyd etmiş oluram. Bu da belə. İndi gəlirik növbəti 29-cu suala. 29-cu sual yenə funksiyalarla bağlı sualdır. 29'da görək nəyi qeyd edir? Qeyd edir ki, cədvələ görə A6 xanasının qiyməti nəyə bərabərdir? A6, yəni bunu soruşur. Count nə idi? Count xanalarda dolu xanaların, rəqəm dolu olan xanaların sayını qaytarırdı. Məndə verir A2, C5 aralığı. A2, C5 aralığı buranı nəzərdə tutur. Bu aralığı. A2, C5 aralığı bu aralıqdır. Deyir ki, həmin bu aralıqda, bu niyə belə olur? Deməli, A2, C5 aralığını qeyd etdim, buranı qeyd etdim. Və deyir ki, həmin aralıqda rəqəm dolu olan xanaların sayını soruşur. Bu niyə belə oldu? Bir dənə burada mən yazı yazıram, niyə silinir bu? Deməli, A2, C5 burada cədvəldə silir bu arada. Bəlkə də Excel-dən götürülüb. Yox, burada aslında hazırlamışdım. Deməli, həmin bu aralıqdan söhbət gedir burada. Mən indi gəlirəm həmin bu aralıqda bir türlü aralığı qeyd edə bilmədim. Həmin bu aralıqda baxıram, rəqəm dolu xanalar hansı olacaq? Rəqəm olmayanlar budur, məsəl üçün. Bunları çıxdım. Bunu çıxdım. Sonra bu dırnaqda yazılıb deyə bunu da çıxıram. Deməli, bunları çıxsam, hərflər A2, C5 demişdim də. Aha, A2, C5. Deməli, budur, 21'dir, 23'dür. Deməli, 23'dür, 21'dir. Heç birini qeyd etmir. Bircə dəqiqə. Deməli, 21 olacaq, 23 olacaq. Bunları qeyd etdim. 1, 2, 3, 4, C5 demişdim də. 5, 6. Rəqəm dolu olan xana sayı olacaq 6. O da olur nə? B variantı. Deməli, baxırıq 30-cu suala. Kitaba yeni vərəq fayl tabından əlavə edilir. Yeni vərəq nədir? İş vərəqi.
Kitaba yeni vərəq, fayl yox, home tabından əlavə edə bilərik. Bu səhvdir. Yeni bir sənəd əlavə etmək üçün bəli, fayldan istifadə edə bilərik. Bir səhvdir, bu səhvdir. Deməli, baxıram bu iki variant arasında qalanda 3-4 doğrudur. Diaqramların alt tiplərinin sayı 61-dir, qeyd edir. İş vərəqi sütundan ibarətdir. Sütunlarımızın sayını bilirik ki, 16384-dür. Sətirlərimizin sayı isə 1.048.576 idi. Deməli, 16384 düzdür. Deməli, 2 doğrudur. Gəlin götürək. 1 səhvdir, 2 doğrudursa cavabı A variant qalır. Gəlin baxaq. Deməli, 3-də deyir, diaqramların alt tiplərinin sayı əslində 60 deyirik, 61 götürüb. Diaqram əsasında qurulduğu verilənlərin eyni iş vərəqində yerləşməyə bilər. Bəli, bu doğrudur. Maksimal çap miqyası 200%'dir deyir. Miqyasımız bilirik ki, bizim nə qədərdir? 400%'dir, amma maksimal çap miqyasını soruşur. Bircə dəqiqə. Məsəl üçün, mən bunu yazıram 400. Olur. Maksimal çap miqyası da ümumiyyətlə miqyasımızda 400%'dir. O da yanlış olur. Ona görə cavab olacaq nə? 3, 2, 3, 4. 2, 3, 4 olacaq. Diaqramların alt tiplərinin sayını 61 götürüb bunu da yadımızdan çıxartmırıq. Deməli, 31-ci suala baxırıq. Deyir ki, View tabının Window qrupunda daxil olan düymə və əmrlər vasitəsilə icrası mümkün olan əməliyyatları seçin deyir. Deməli, View tabının Window qrupunda buradan söhbət gedir. Nələri edə bilirdik? Xanaları, sətirləri dondura bilirdik. Sonra iş kitabını, iş vərəqini yox, iş kitabını gizlədə bilirdik. Yəni, ümumi bu kitabı bağlayacaq. Hərəkətlər edə bilirik, sürətli şəkildə bölə bilirik və yenisini aça bilirik. İndi gəlin baxaq. Deməli, deyir ki, pəncərənin müxtəlif ölçülü bir neçə sahəyə bəli ayıra bilirik. Freeze dondurma var idi, etmək mümkün idi. İş vərəqini yox, iş kitabını gizlədə bilirdik. İş vərəqini dedik ki, home tabından edirik. Bəli, iş kitabını gizlədə bilirdik. Aktiv Excel faylları arasında sürətli keçid edə bilirdik. Cədvəli yadda saxlamaq burada deyil. İş vərəqinə tor xətlərin göstərilib gizlədilməsi əslində View tabındadır, amma harda yerləşir? Show qrupunda yerləşmiş olur. Bizdə Window qrupuna aid olanları seçin deyirdi. Cavab olur 1, 2, 4, 6. 32-ci suala baxırıq. Yəqin ki, yuxarıdadır bu. Buradaymış. 32-ci sual verilmiş elektron cədvəl fraqmentinə əsasən C15-in qiymətini soruşur. C15 hardadır? Buradadır. Ona kimi C13 ilə 14-ü tapmalıyıq. Average nədir? Ədədi ortanın tapılması. B13, B15 aralıqdır. Qoşa nöqtə görürəmsə deməli diapazondur. B13, 15. Bunları toplayıb saylarına böləcəm. Olur 15, 15 bölünsün 3 bizə 5 ədədini qaytaracaq. Buradan yazıram 5. Daha sonra power üslü qüvvət idi. A13 neçədir? A13 5. Yəni B12 də neçədir? 2. 5-in kvadratı bizə 25'i verəcək. Yəni 5 üstü 2. Sum isə cəmlədir. Nəyi cəmlə? C13 və C14 aralıqlarını cəmlə. C13, C14 aralığında mən tapdım ki, biri 5'dir, biri 25'dir. Bunların cəmləri də bizə 30 qiymətini qaytarmış olacaq. Deməli, 33-cü suala baxırıq. 33-cü sualda görək nəyi soruşur. Qeyd edir ki, View tabının əmrləri vasitəsilə icrası mümkün olan əməliyyatlara əslində bu tip sualı gördüyü fikir versə təkrar salıblar. Böyük ehtimal sualı doğru cavablandıran az olduğuna görə təkrar salıblar. View tabından Windows Client qrupuna aid olan düymələr qrupunu soruşur. Fikir versə heç fasilə çox olmadan, bəli, View tabının əmrləri. Elə sadəcə View tabının əmrləri deyirik. Bəli, View tabının dediyi Window qrupunda heç qrupu soruşmur, ümumiyyətlə View tabına aid olanlar. Fikir veririk, iş kitabına gizlədə bilirdik, bəli. Sənədin görünüş rejimlərini dəyişə bilirdik, bəli, View hissəsindən idi. İş vərəqi Home-da gizlədirdik. İş kitabı yadda saxlamaq ümumiyyətlə Save orada deyil. Düstur sətrini gizlətmək və görsətmək. Fikir veririk, formula barı deyir, bəli. View-da fikir veririk, burada. Formula barı görsədib gizlədə bilirdik. Daha sonra qeyd edir bizdə iş vərəqinin adını dəyişmək. İş vərəqinin adını dəyişməyi burada etmirik. İş vərəqinin tor xətlərini bəli görsədib gizlədə bilirdik. 1, 2, 5, 7. Deməli, 34-cü suala baxırıq. Elektron cədvəldə 12 xanadan ibarət olan diapazon seçilmişdir deyir. Uyğun diapazona gələni seçirik. Deməli, deyir 12 xanası var. Deməli, xananın sayı 12'yə bərabər olan aralığı təyin edirik. Xananı necə tapırdıq? Sətir sayını sütuna vururduq. Deməli, mən məsəl üçün gəlirəm bura. Sütunun B, S. 2 dənə sütunun var. Sətrim nəyə bərabərdir? 7 çıxılsın 4 plus 1, 5. 5 dəfə 2, 10. Bu səhvdir. 12 olmalıdır. B, S, D. Deməli, 3 dənə sütunun var. Sətrim nəyə bərabərdir? 6 çıxılsın 2, 4 plus 1, 5 dəfə 3, 15. Bu da səhvdir.
A, B, C, D. Deməli 4 dənə sütunum var. Sətrim nəyə bərabərdir? 4 çıxılsın 1, 3. 3 üstə gələ 1, 4. Bu da 16 eləyir, səhvdir. A, B, C, D, Y. Deməli 5-i nəyə vururamsa 12 eləmir. Bu da avtomatik çıxır. 5 dəfə 3, 15 eləyir. Buna baxırıq C, D, Y. 3 dənə budur. Bəli, 5 çıxılsın 2, 3. Üstə gələ 1, 4. 3 vurulsun 4, bəli 12 ədədini qaytarmış olacaq. Cavab olur C variantı. Burada da deyir ki, sətri soruşur. Həmin aralıqda sətirlər. Sətirlər nə idi? Rəqəmlər. Demişdik, böyükdən kiçiyə çıxıb üstünə 1 gəlirdim. 10 çıxılsın 5 plus 1, o da 6 ədədi uyğun gələcək. 37-36-cı suala baxırıq. Verilmiş elektron cədvəl fraqmentinə əsasən C14-ün qiymətini, yəni bunu soruşur. Onu tapmaq üçün 12 ilə 13 tapmalıyıq. 12 nəyə bərabərdir? Average ədədi orta A12, A14 aralığı. A12, A14 aralığına baxıram. 12 bölünsün 3 sayına bölürük, olur 4. Daha sonra baxıram, power üstü qüvvət idi. A14 neçədir? 6. 6-nın üstü B12 neçədir? 2. 6'nın üstü 2, yəni 36. 6'nın kvadratı 36 verdi. Bizdə də deyir ki, C12-dən 13'ü cəmlə 36 plus 4 bizə 40 ədədi uyğun variant olacaq. Açıq sualdır, düzdür? 37-ci suala baxırıq. Bu sual artıq dəfələrlə təkrarlanıb, bu tip suallar. Burada yenə sətirlərin sayını soruşur. Sətirlər nə idi? Böyükdən kiçiyə çıxırdıq, üstünə 1 gəlirdi. 8 minus 3, 5 plus 1, 6. Cavab olur B variantı. 38-ci suala baxırıq. MX Excel 2019-da vərəqin gizlədilməsi necə icra edilir? İş vərəqinin gizlədilməsi deyil. Dedik ki, vərəqi gizlətmək üçün Home tabının Sales'da format hissəsindən bundan görmüşdük. Elə ilk sualı izah edəndə A variantı idi. Elə eyni sualda fikir verirsinizsə, eyni sualı təkrar gəlib qəbula salıblar. Hardaydı bu? Fikir veririk 3-cü suala. İş vərəqinin gizlədilməsi. Eyni olaraq gəlib düşüb. Elə A variantıdır. Heç variantını belə dəyişdirməyiblər. Deməli, gəlirik 39-cu suala. Bu 38 idi. Deməli, MS Excel proqramında yadda saxlanılan sənəd necə adlanacaq? Demişdik ki, Excel kitabı. Bəli, Excel'də kitabı idi. Word sənədi idi. PowerPoint'da isə slide, document, daha doğrusu slide idi. Deməli, 40-cı suala baxıraq deyir ki, şəklin ölçüsünü dəyişmək üçün onu hansı üsulla seçmək olar? Ümumiyyətlə, şəkli əlavə edəndən sonra şəklin ölçüsünü dəyişmək üçün bilirik ki, pozisiya əmrini icra etdikdən sonra istədiyimiz yerə şəkli apara bilirdik. Deməli, şəklin üzərində çalan sol düyməsini deyir klikləməklə. Sol düyməni kliklədiyimiz zaman tutacaqlar yaranır. Onun vasitəsilə şəkli dartıb apara bilərik. Elə budur, sol düyməni klikləməklə, bəli. İstənilən səhvin adı üzərinə hissənin sağ düyməsini klik etməklə bu səhvdə şəkli seçmir, şəkildə sətr menüsünü açmış olacaq. Vərəqin şəkli olan diapazonunu seçməklə qeyd edir. Ümumiyyətlə, sətr, daha doğrusu vərəqin şəkil olan diapazonunu seçməklə, bu seçmək deyil, yəni bu müəyyən bir hissə, daha doğrusu belə deyim də, şəkli olan diapazonu seçmir. Şəkli olan diapazonun seçilməsi şəklin ölçüsünü dəyişmək üçün fraqmenti açmayacaq. Bütün vərəqləri seçmək deyir. Fərdi bir şəkil kimi vərəqləri seçib ölçüsünü dəyişdirə bilmirik, belə deyil. Şəkli yerləşən istənilən sətrin adı üzərində siçanın sol düyməsini klikləməklə bu şəkli yox, sətri seçmiş olacaqdır. Daha sonra gəlirəm burada növbəti 41-ci suala. Cədvəl fraqmentinə əsasən D4 xanasının qiymətini hesablayın deyir. D4-ün qiymətini, yəni bunu soruşur. Power nə idi? Üslü qüvvətin tapılması. Məndə baxıram verir A2. A2 neçədir? Məndə 2-dir. Aha, qeyd etdim. A2-nin üstü nə? Deyir, count if şərtə görə A1 D3 aralığında, A1 D3 aralığı, yəni buranı nəzərdə tutur. Həmin aralıqda 2 böyükdür nədən? 1-dən. Həmin aralıqda birlərin sayı nə qədədir? 2 1-dən böyüdür də. Aha, həmin şərtdə həmin bu birlərin sayını soruşur. 1, 2, 3, 4, 5, 6 dənə 1 var. 6 dənə 1 varsa, bu da bizə 6-nı qaytardı. Yəni 2-nin üstündə 6, o da bizə 64 ədədini qaytaracaq. Maraqlı sual idi. Diapazonlarındakı cəmi neçə sətir var? Sətirlər nə idi? Rəqəmlər. Böyükdən kiçiyə çıxardıq, üstünə 1 gəlirdi. 5 plus 1, 6. Bu 6 elədi. Burada nədir? 3 çıxılsın, 3, 0 üstə gələk 1, 1. 6 plus 1 bizə 7 ədədini qaytaracaq. Çünki cəmi neçə sətir var deyir. 43-cü suala baxırıq. Deyir ki, S1 xanasındakı düstur S2 xanasına köçürülərsə. Deməli, S1-dəkini S3-ə köçürürük. Aha. S1-dəkini S3-ə köçürürəmsə, daha doğrusu S2-yə köçürürəm. Sütunum dəyişməyəcək, sətrim bir vahid artacaq. Deməli,
Bu dollar dedik ki, ümumiyyətlə dəyişmir, olduğu kimi qalır. Qiymətini tapın deyir. A1 neçədir? 5. Product nə idi? Hasil. 5-i vuracam nəyə? B1-dir. Fikir verin, sütun dedik ki, dəyişmir, sətrin bir vahid artacaq. Yəni B2 olacaq. B2 nədir? 15-dir. 15 vurulsun 5 bizə 75 ədədini doğru variant olaraq verəcək. 44-cü suala baxırıq. Elektron cədvəl xanasında saxlanıla bilməz. Cədvəldə saxlanıla bilər. Nə saxlanıla bilər? Funksiyalar, düsturlar, həqiqi ədədlər. Xanada mətn saxlanıla bilər, amma qrafiki obyektləri xanada saxlaya bilmərik. 45-ci suala baxırıq. Verilmiş fraqmentdə bəzi xətlərin görünməməsinin səbəbini müəyyən edin deyil. Burada xətlərin görünməmə səbəbi nə ola bilər? Bəli, sözün xanaya sıxmaması, ondan sonra gələn xanalarında heç bir yazının olmaması, verilmiş sözün qalın şriftli olmasına heç bir aidiyyatı yoxdur. Burada xətlərin görsənməməsinə səbəb. İkini variantlardan çıxırıq. Fikir verir, söz xanaya sıxmır, genişdir. Ona görə də xətlər görsənməyə bilər. Bir doğrudur, bəli. Verilmiş sözün yazıldığı xananın eninin, fikir verirsə eni böyükdür. Eni böyükdür, amma xətlərin görünməməsinə səbəbidirmi? Xeyr, bunu çıxırıq. Sənəddə verilmiş sözdən başqa heç bir yazının olmaması yanlışdır. Burada dedik ki, verilmiş sözün yazıldığı xananın özündən sonra gələn iki xana ilə birləşdirilməsi. Fikir verirsə, özündən sonra gələn xana ilə birləşib. Burada merge cells ediblər də, xanaları birləşdiriblər. Burada söz yazılıb, sonrakilərlə birləşdiyinə görə belə birləşmiş vəziyyət olub. Cavab olur 1-4 D variantı. Əslində uyğun olmayanın çıxanda cavab qalır. Uyğun olmayan nədir? Qalın şriftlə yazılmanın heç aidiyyatı yoxdur. B və C variantları ona görə çıxacaq. Yəni en böyük olursa niyə xətt görsənməsin? 2 ilə 3 ilə variantdan çıxanda cavablar qalır. Deməli 46-cı suala baxırıq. Cədvələ görə A6 xanasının qiyməti nəyə bərabər olacaq? A6, yəni A6 bunu soruşur. Count A2 C5 aralığında. Count nə idi? Rəqəm dolu xanaların sayını tapırdı. Yəni A2 C5 aralığı. Həmin bu xanada, bu aralıqda rəqəm dolu xanalar nədir? Deməli mətn tipliləri çıxacaq. Mətn tiplilər nə gedir? Hərflə yazılanlar, dırnaq daxilində olanlar, həm də belə də yadda saxlayın. Rəqəm tiplilər xananın sağ hissəsində olur. Yəni normal rəqəm bildiyimiz 3, 3, 6 o da olur B variantı. Sonra 47-ci sualda deyir ki, neçə sütun var? Sütun nə idi? Hərflərimiz. Yəni özləri də daxil olmaqla B-dən Y-yə kimi sayacağım. B, C, D, bir də Y. Deməli neçə sütunum var? 4 dənə sütunum olacaq. Cavab olur Y variantı. 48-ci suala baxırıq. A1 xanasına düsturu yazılmışdır. A1 xanasını B2 xanasına köçürdükdə. Deməli A1-dən hara gedirəm? B2-yə. A-dan B-yə getmişəmsə, sütunun bir vahid artıb. 1-dən 2-yə getmişəmsə, sətrim də bir vahid artıb. Deməli sütunum da bir vahid artacaq, sətrim də bir vahid artacaq. Amma demişdik ki, dollar qarşısında olan dəyişmirdi. Bax D3-dür. D-dirsə, deməli bir vahid artırsa D, Y gələcək. 3 isə bir vahid artacaq. D-dən sonra Y 4 olacaq. D-ləri silirəm, Y3-ləri silirəm. Bəli, Y 4 olacaq. Dollar dediyi nəyin qarşısında varsa dəyişmir. Hərfin qarşısında var, rəqəmin qarşısında yoxdur. D, dollar, bax burada Y-ni silirəm. Sonra dedim ki, sətrim də bir vahid artır da. 2 idi, 2-də 3 olacaq. Cavab olacaq Y variantı. 48-49-cu suala baxırıq. İş kitabında iş vərəqlərini silmək üçün hansı renk tabından istifadə etmək olar? İş vərəqlərini silmək üçün deyil. Baxırıq, iş kitabındakı iş vərəqlərini silmək üçün qeyd edir. Data tabı, insert tabı, page layout tabı, səhifə düzəni, home və yaxud da review tabı, home tabından istifadə edəcəm. Baxıram, iş vərəqlərinin silinməsi. Home tabına gəlirəm. Fikir verir, delete. Tək iş vərəqlərini yox. Sətirdir, sütundur, iş vərəqdir, xanaları da silə bilərəm. Həmçinin əlavə etməkdə soruşsa da burada yerləşir. Sonra dediyi iş vərəqinin sətr sütunun gizlədilməyi soruşsa da harada yerləşir? Home tabının sales qrupuna çox-çox diqqətlə baxmış oluruq. Deməli, burada da olur nə? Home tabı. 12 xanadan ibarət olan bu fikir versə yenə təkrar qəbula sual salıblar. 12 xanadan ibarətdirsə xana sayımız 12-yə bərabər olur. A, B, 2 dənə sütunum var. Sətrim nə idi? 8 çıxılsın, 2, 6 plus 1, 7 dəfə 2, 14. Bu səhvdir. B, C, D. Deməli, 3 dənə sütunum var. Sətrim nədir? Böyükdən kiçik çıxıb üstünə 1 gəlirdim. 10 çıxılsın, 2, 8 plus 1, 9, 27. Bu səhvdir. C, A, B, C, D, Y. Deməli, 3 dənə sütunum var. Sətrim nədir? 5 çıxılsın, 2, 3 plus 1, 4. 4 dəfə 3, 12. Bəli, 12 xanaydısa cavab olacaq C variantı. Deməli, 51-ci suala baxırıq. View tabının window length qrupuna daxil olan düymə və əmrlər bunu açıq sual olaraq salmışlar. İndi qapalı olaraq salıblar. Window qrupunda dedik ki,
Window qrupundan söhbət gedir. Fikir veririksə, söhbət buradan gedir. Window qrupu ilə bağlı çox sual salırlar. Excel'də diqqət etməli olduğunuz tablar View tabıdır. Sonra Data tabı öz tabıdır. Formula tabıdır. Page Layout'dır. Home tabıdır. Çox düşür yəni suallar. Fikir verirsə çox baxıram ki, ancaq Sales'dən düşür. View tabından çox düşür. İndi də deyir ki, Home'dan da bu arada, Home'a da diqqət edirik, Insert'ə də. Pəncərənin müxtəlif ölçü bir neçə sahəyə ayırmaq, bəli, doğru idi. View tabının Window qrupundan aid idi. Dondurmaq, freeze, bəli, burada yerləşirdi. İş vərəqini yox dedik, Home'da gizlədirdik də, Sales'də. Home'daydı. Bu 3'ü çıxıran variantlardan. Bilirsinizsə 3'ü çıxırsınız. 1-2 doğrudursa yeni də çıxırsınız. Fikir verirsinizsə, cədvəli yadda saxlamaq bura aid deyil. İş kitabının bəli gizlədilməsi bura aid idi. Tor xətləri isə bizdə Show qrupundadır, Window qrupunda deyil. Bəli, View tabına aiddir. Diqqətlə baxırıq suala. Çaşıb bunu da götürərsiniz. Xeyr. Cavab olur 1-2-5 D variantı. Qrupu, tabı nəyi soruşur, onlara diqqətlə baxırıq. Verilmiş elektron cədvəl fraqmentinə əsasən C14-ün qiymətini soruşur. C14, haradadır C14? Buranı soruşur. Mən 12 ilə 13-ü təyin etməliyəm. 12 nədir? Count A, all deməkdir. Bütün dolu olan, rəqəm dolu olan xana sayını. A12, B15 aralığında. A12, B15 aralığı. Yəni bu aralıqda rəqəm dolu xana, rəqəm deyir. Mətin tiplini çıxırdım. Olurdu 3, 4, daha doğrusu 3, 3, 6, 7. Bunun qiyməti oldu 7. Maksimum A2, A15 aralığında. A12, A15 aralığında maksimum neçədə dedim? Rəqəmi qaytarırıq. 6-dır. Sonra sum C12, C13 isə bu ikisinin cəmi bizə 8 qiymətini qaytarmış olacaq. 53-cü suala baxırıq. C1 xanasındakı düstur C3 xanasına köçülür. Deməli, C1-dən C3-ə gedirəmsə, sütunlarım dəyişməyəcək. Çünki eyni olur. 1-dən 3-ə gedirəmsə, sətr 2 vahid artacaq. Deməli, sütun dəyişmir, sətrim isə 2 vahid artır. Baxıram, C1-dəki düsturu hara? C3-ə köçürdürəm. Deməli, indi fikir veririksə, A1 idi. Dedik ki, sütun dəyişmirdi. Aha, sətrim 2 vahid artırsa, 1 idisə olacaq, 2 vahid artıracaq, olacaq 3, A3, aha. A3 üstə gələk, if əgər A1 neçə oldu? A1 idisə 2 vahid artır. Əgər A3, deməli A3 böyükdür, gəlin buna baxaq. A3 böyükdür B2-dən. A3 neçədir? A3 7 böyükdür B2-dən, 6-dan, hə. Deməli, böyükdürsə bilirik ki, yanındakini. Əks halda uzaqdakini qaytarırdı, şərtin uzağındakini. A2-ni. Deməli, böyük olduğuna görə yanındakini qaytaracaq. A2 idisə, dedik ki, sətrim 2 vahid artır. A4-ü qaytaracaq. A4-üm neçədir? 5-i. Aha, bu oldu 5. Üstə gələk, sabit dedik ki, dəyişmir. A3-üm neçədir? A3-üm 7-dir. 7 plus 5, 12. 12 plus 2, 14. Qiymətini ilə tapırıq. Cavab olur Y variantı. Bunu özləri çaşdırmaq üçün veriblər. Çünki biz C3-ə keçirik A1-dən. C1-dən. 53. Baxırıq növbəti 54-ə. Qeyd edir ki, Homeblane tabına aid edilən alignment qrupundakı hansı əmrlər şaquli düzləndirmə əmrləridir? Mən dərsi keçəndə bəlkə də 100 dəfə demişəm, sol sağ olan bu hissə bizdə üfüqi düzləndirmədir. Bu hissə bizdə üfüqi düzləndirmədir. Bu hissə də olacaq bizdə şaquli düzləndirmə. Deməli, üfüqi düzləndirməni soruşsa budur, şaquli düzləndirməni soruşduğuna görə cavab olur C variantı. 55-ci suala baxırıq. Deyir ki, nə qədər sualımız? 66 dənədir. Deməli, 55-ə baxırıq, verilmiş cədvəl fraqmentinə əsasən A6 xanasının qiymətini. A6-nı bunu soruşur. Produkt hasilinin tapılması idi. A1, C3 aralığında ədədləri bir-birinə vururuq. A1, C3 aralığında 5 vur, 3 vur, 2. Nə ilədir? 30. Aha, 30-u da vuracam nəyə? A5-ə. A5-im neçədir? 2-yə. Bir də vuracam C5-ə. C5-im neçədir? O da 5-dir. O da olacaq 300. Cavab olacaq 300. Bu ədədləri bir-birinə vururuq. Burada dırnaq daxilindəkilər bizdə ədəd olaraq getmir və yaxud da bu faktorial bərabərdir fakt olsaydı nəticəni verərdi və yaxud da çıxardardı. Bu heç elə fakt 3-dür, heç nədir, bu mətin tiplidir bu. 56-cı suala baxırıq. Deyir ki, elektron cədvəldə xanaların hansını formatlaşdırma əməliyyatları tətbiq etmək mümkündür, deyir. Formatlaşdırmanı tətbiq etmək mümkündür. Xananın fonunu rənglə doldurmaq, mətn düzləndirmək və formatlaşdırmaq, xananın sərhədlərini rəngləmək. Bu arada formatlaşdırmaq mümkün deyil olmalıydı burada. Çünki bilirik, format tətbiq edirəm, format tətbiq edirəm, format tətbiq edirəm.
Buna baxırıq format hündürlüyü dəyişdirmək, amma xanaların 2 yerə bölməsi formatlaşdırmaya aid edilmir. Cavab olacaq nə? D variantı. Baxırıq 40-57-ci suala. Qeyd edir ki, elektron cədvəl fraqmentində A2, S2 diapazonu əsasına qurulmuş diaqramı müəyyən edin. Cədvəl fraqmenti əsasında deyir. Bizdə cədvəl verilməyib. Baxaq, cədvəl hansıdır? Böyük ehtimal 2024 budursa, deməli 2024-ün birinci cəhdidir bu. Bəli, 2024-ün birinci cəhdində görək bu sual nə idi? Deməli, belə idi. Elektron cədvəl fraqmentinin diapazonu əsasında qurulmuş. Burada ümumiyyətlə verilməyib, baxaq cədvəl. Bu məsələnin özünü ümumiyyətlə tam yerləşdirməyiblər. Bu məsələdə səhvlik var. Məsələnin özü burada heç yerləşdirilməyib. Diaqram olmalıdır ki, daha doğrusu cədvəl olmalıdır ki, həmin cədvələ uyğun olaraq diaqramı görsətsin. Deməli, bu 57 idi. Gəlin 58-ə baxaq. Cədvəldə fraqmentinə əsasən S7 xanasının qiymətini müəyyən edin deyir. Burada sualda səhvlik var idi. Bəli, S7-nin qiymətini soruşur. S7 yoxdur. Bizdə count A1, S4 aralığına gəlin baxaq. A1, S4 aralığını tapmış olaq. Bunu soruşur. Tapdığına baxaq. Deməli, bu da nəyə bərabər olacaq? Əslində S7 belə yazmalıydılar burada. A1, S4 aralığında rəqəm dolu olan xana sayı, dırnaqları çıxdıq, hərfləri çıxdıq. Cavab qaldı nə? 3, 4, 5. Mütləq ünvanlaşdırmada hansı simvollardan istifadə edilir? Mütləqdə dedik ki, mütləq şəkildə dollar işarəsindən istifadə edilmiş olacaq. Deməli, 59-cu sual idi bu. 60-cı sual da 2024-cü ilin ikinci cəhdində qəbula düşüb sual olaraq. Deyir ki, elektron cədvəl fraqmentinə əsasən qurulmuş diaqram xanalarında diapazon əhatə edilmişdir. Həmin buna əsasən diaqram verilib aşağıda. Gəlin baxaq. Nəysə, belə bir diaqramdır. Diaqramımıza baxaq. Və. Ya da gəlin belə bir şey eləyək. Layot yox. Van edək. Buradan tam olaraq görək. Eyb yox, buradan görürük də əsas olaraq, tam olaraq. Deməli, qeyd edir ki, cədvəl fraqmentinə əsasən qiymətləri tapıb cədvəldə göstərəcəyik. Deməli, fikir veririk, bizdə nə verir? Average verir A1, S1 aralığı. A1, S1 aralığında baxsam, average ədədi ortanın tapılması idi. Bu olacaq 20 plus 7, 27 bölünsün 3 bizə 9 qiymətini qaytaracaq. Bu 9'dur. Yəni, A2-nin qiyməti 9'a bərabər olacaq. Baxaq görək. Burada məsəl üçün A2, A4 aralığı verib də. A2-nin qiymətini mən tapdım ki 9'dur. Bu məsəl üçün uyğun deyil. Çünki bizdə A2-nin qiyməti indi 12 çıxmalıydı. Deməli A2, A4 aralığı yanlışdır. Daha sonra baxıram. Mən tapmalıyam B2-nin qiyməti. B2-nin qiyməti nədir? A1 üstəgələk 4. A1 neçədir? 7. 7 plus 4, 11 qiymətidir. Aha. Sonra B3-ün qiyməti nədir? Average. Ədədi ortanı tapır A2, S2 aralığından. A2, S2. A2 hardadır? A2 buradır. S2 də bura. A2, S2 aralığı dediyinə görə bunların aralığı da verəcək bizə nəyi? 9, 11, bir də 10. Neçə elədir bizdə? 20, 30. 30 bölünsün 3, 10. Bunun qiyməti bizə 10 qiymətini qaytaracaq. Sonra, indi gəlin baxaq görək. B1, B3, B4 aralığı varmı bizdə? B2, B4 aralığı var. B2, B4 aralığına baxsam, B2, B4 aralığı nədir? 11, 10, 15. B2, B4 aralığı 11, 10, 15'dir. Ona uyğun gəlmir. Fikir verir. 11, 10, 15 uyğun gəlməyəcək. B2, B4 aralığı yanlışdır. B1, B3 aralığı verib burada. Baxıram B1, B3 aralığı nədir? B1, B3 12, 11, 10. Nədir? B1, B3 aralığı 12, 11, 10'dur. Gəlib baxsam 2, 10 və 6'dır. Bu da səhvdir. İndi baxırıq bu ikisinə. Bizdə qaldı A3, C3 və S2, S4. A3, C3'ə baxsaq. A3, C3. Aha, C3'ü tapmalıyam. C3'ün qiymətini bilmirəm. C3 nədir? Deyir, count sayını tap A1, S2 aralığı. A1, C2 aralığı. Deməli, burada sayı tapanda nə götürürük? A1, C2 aralığında say. Nəyə bərabər olacaq? Baxıram. 1, 2, 3, 4. Bunun qiyməti 4'dür. Aha, bizdən nə dedi? A1 neçə? A3, C3 aralığı. Deməli, A3, C3 aralığı nəyə bərabər olacaq? A3, C3 aralığı olacaq neçə? A-nı neçə tapmışdıq? Hə, A3'ü tapmamışıq.
A3'ümüz olacaq if əgər B2 böyükdür B4-dən. B2 neçədir? 11. 11 15-dən böyükdür? Yox. Böyükdürsə maksimumunu tap. Deyir əks halda bu. Əks halımız nədir? A1 plus 5. A1 neçədir? 7. 7 plus 5 12. Aha, bunu tapdım 12. Deməli A3 C3 aralığı dedim. 12 14. 12 10 bir də 4. Görək uyğun gəlir. Bəli, uyğun idi. 12 14. Baxırıq. Yox. 12 10. Bu da 6-dır. S2 S4 aralığına baxaq. S2 S4 aralığı. S2 10'dur. Aha. Yox, bu uyğun gəlməyəcək. Onda belə deyim, count sayı olaraq A1 S2 aralığında, A1 C2 aralığında bizdə bunları götürüb 6 ilə 1 2 3 4 5 6 götürəcək. Hədər rəqəm deyil axı, sadəcə ümumi sayı götürüb burada diaqrama görə. Diaqram olduğuna görə ümumi sayı götürüb. Deməli bunu 6 götürüb countda A1 S2 aralığında diaqrama görə. Deməli burada da fikir veririk 12 10 və deməli 6 qiymətləri uyğun gəlir. Bu da neçə oldu? A3 S3 aralığı. S2 S4 aralığı da uyğun gəlməyəcək. Deməli növbəti baxırıq, verilmiş elektron cədvəl fraqmentinə əsasən D5 xanasının qiymətini soruşur. D5-i, yəni bunu soruşur. Bunu tapmaq üçün əvvəlkiləri tapmalıyıq. Əvvəl ədədi ortadır. Deyir A1 B4. A1-dən B4-ə kimi aralıqdayıq. Bunları cəmləyirəm. 1, bunları, bu. Deməli 7 plus 3 10. 10, 10 da bu. 20, 22. 22 buradan tapdım. Bu mətin tipliyə çıxdım. 22. 22 plus 4, 26 plus 9, 35. 35'i də böləcəm. 1, 2, 3, 4, 5, 6, 7. 35 bölü 7, 5 oldu. Deməli, birinci xananın qiymətini 5 tapdım. Buradakilərdə saçmırıq, bunları da götürüb saylarına bölürük. Power üstü qüvvət idi. D2'mi tapmışdım, 5, indi tapdım. B3'üm də 2'dir. 5'in üstündə 2, yəni 5'in kvadratı 25. Bunu tapdıq. Count if, count ümumiyyətlə rəqəm sayını tapırdı. İndi şərtə görə. A1 S4 aralığında. Bundan neçə dənədir? Bundan neçə dənədir? Bundan bir dənədir. Fikir vereyim, buradadır. Bəli, sayı bir dənə olduğuna görə yazırıq 1. Sam cəmlə deyir. D2, D4 aralığı tapdım. Yəni 5, 25, 1. Nə qədər elədi? 31. Bunu tapdım. Plus 9. Burada yazılıb çünki. Plus B4. B4'üm neçədir? 7. 40 plus 7, 47. Yəni 31 plus 9 plus 7. O da bizə 47 doğru qiymət olaraq verəcək. 62-ci suala baxırıq. Bunlar artıq 2025-ci ildə qəbula düşmüş suallardır. Deyir ki, düstur sətrində yazılmış count if funksiyasının təyinatı nədir? Count if nə idi? Dedik ki, şərtə görə rəqəm sayını tapırdı. Nəyin? S1, S4 aralığında, çünki bu diapazondur, qoşa nöqtədirsə aralıqdır. 20-dən böyük olan rəqəmlərin sayını. Qiyməti 20-dən böyük olan verilənlərin ədədi ortası səhvdir. Bu deyir 20 vahid artırır, səhvdir. 20 vahid artırır, səhvdir. S1, S4 deyil. Niyə görə? S1 qoşa nöqtə S4 olduğuna görə aralıqdır. Böyük olan, bəli, xanaların sayını tapacaq olacaq. D variantı çox sadədir. Bu sual çox sadə düşüb. Elektron cədvəldə B sütunun enini necə artırmaq olar? Deməli, sütunun enini və yaxud da sətrin enini necə artırmaq olur? Gəlirəm burada nə edirəm? Məsəl üçün, bunun enini necə artıracam? Gələcəm, özündən sonra tutub sürüşdürəcəm. Sütunun enin. Deməli, B ilə S-nin arasında gəlib tutub sürüşdürürəm. İndi bizdən də bunu soruşur elə. Fikir veririk, elektron B sütunun eni A3, B3 deyil, axı B-dən sonra S gəlir. B və S sütunlar arasında sərhədi siçanla sağa doğru. Bəli, B və S sərhədi sola yox, sağa doğru. Çünki genişləndirirəm axı. Ona görə olacaq B variantı mənim etdiyim. Nə etdim? Gəldim bu aralıqda B və S arasında tutdum, sağa doğru sürüşdürdüm. Eni azaltmaq desə fikir verib belə gələcəm. Eni azaltmaq desə fikir verib B və S arasında tutub sola doğru hərəkət etdirəcəm. Yəni bu dəfə tərsinə soruşa bilər. Bu 63 idi. 64-ə baxırıq. Deyir ki, cədvəldə B sütununa süzgəc tətbiq edilib. Deməli, tətbiq edilib. B yox, ümumiyyətlə ABC-yə süzgəc tətbiq edilib, baxırıq. Və deyir ki, custom filter tətbiq edilib, is greater than, yəni 40-dan böyük olan və ya, or və yadır, 30-dan kiçik olan. Tətbiq et. Daha sonra nə deyir? Hə, bundan sonra bizə nəticə nə verəcək? Okey. Ekranda neçə sətr əks olunacaq? Deməli, 40-dan böyük olan B sütununda
40-dan böyük olan, 40-dan böyük olan və ya deyir, 40-dan böyük olan və 30-dan kiçik olan. Məndə hər ikisini verəcək, çünki bilirik ki, OR hər ikisini qaytarır. 40-dan böyük və 30-dan kiçik olan. 30-dan kiçik olan. 30-dan kiçik olan nədir bu? 23, 15, 22, 34 deyil. Daha doğrusu mən nə dedim? 40-dan böyük. Bəli, 40-dan böyük, 30-dan kiçik. 30-dan kiçik. Nə qədər oldu? 1, 2, 3, 4, 5, 6, 7 dənə tapdıq. Və bu arada cavab indi burada bilmirəm. Bu biraz tartışılır, yəni müqayisəli bir olmuşdu. Çünki deyir ki, nə qədər, nə deyir? Nə qədər ekranda sətr əks olunacaq? Fikir verirsə, mən bunları tətbiq edəndən sonra, okey, bu sətirlər, axı ekranda bu da sətirdir, başlıqdır. Bunu sətr başlığı olaraq götürüblər yəqin ki. Çünki bu 7 dənə budur, bir də bu da sətirdir axı. Yəqin bunu sütun başlığı olaraq götürüblər, böyük ehtimal. Cavab olacaq 7. Deməli, 65-ci suala baxırıq. Deyir ki, elektron cədvəldə B sütunun enini həmin sütunda yerləşən ən uzun mətnin eni ilə necə birləşdirmək olar? Deyir, siçanın sol düyməsini A və B sütunları başlıqlarının sərhədi üzrə. Əgər B-ni edirəmsə, A və B olmaz da, B və C olar. Ona görə bunu çıxıram. Siçanın sol düyməsini B və C sütunlarının başlıqlarının sərhədi üzərində 2 qat kilikləməklə. İndi fikir veririk. Burada D və Y variantlarında isə qeyd edir ki, siçanın sağ düyməsini B sütun başlığı üzərində 2 qat, sol düyməsini B sütunu üzərində 2 qat kilikləmək bu ölçüsünü dəyişməyəcək. Bəli, siçanın sol düyməsini B və C sütun başlıqlarının sərhədi üzərində, siçanın sol düyməsini B və C sütunlarının başlıqları üzərində 2 qat kilikləməklə, bəli, B sütunun enini həmin sütunda yerləşən ən uzun mətni ilə necə bərabərləşdirmiş oluruq, həmin bu sütunun enini dəyişmiş olacaq. Cədvəl fraqmentinə əsasən A4 xanasının qiymətini soruşur. A4-ün qiymətinə baxsaq, A4 bunu soruşacaq. If əgər C3, C3-ün neçədir? 4-dür. 4 böyükdür sə bundan deyir. 4 böyükdür, görək, sam A2, B3-ün cəmi. A2-miz, B3-ümüz. Aha, bu neçədir? A2, B3. 2 plus 1, 3. 3, 3-dən böyük bərabərdir, hər. Çünki həm bərabərdir, həm də böyük bərabərdir. Böyük bərabərdirsə yanındakini, əks halda uzaqdakını hesablayır. Şərt ödəndiyinə görə yanındakını hesablayacaq. Produkt nədir? Hasil. Deyir ki, A1 vurulsun neçə? B2. B2 neçədir? 6. 6 dəfə 5, o da bizə 30 qiymətini çıxartmış olacaq. Bu da belə, məncə 66 demişdim. Ən axırıncı sual 66 idi. İndiyənə kimi Excel'dən qəbula düşmüş sualların izahına baxmış olduq. Hansı fikir versə ən çox tab bizdə Excel-lə bağlı olaraq qəbul sualı Home tabından çox sual düşüb. Demək olar ki, Data tabından sual düşmüşdü. Bir də ən çox View tabından qəbula suallar düşmüşdü. Ümumiyyətlə tabların da görüntüsüdür, ümumi görüntü ilə miqyaslama ilə bağlı suallar idi. Daha sonra nə idi? Məsələlərimiz idi, qrafika ilə bağlı suallar idi. Deməli, bu şeylərə diqqət edək ki, artıq məsələlər köçürmələrlə bağlı, xanalar, sətr sütunlarla bağlı, diaqramlarla bağlı çox suallar düşmüşdü. Ən əsası bildik ki, nələrə diqqət etməliyik, hansı tip hissələrə toxunmalıyıq, belə. Deməli, bu qədər qəbula düşmüş sualların da izahına baxmış olduq. İnşallah faydalı olmuşdu, hər birinizə suallar aydın olmuşdu. Gələn dərslərdə görüşənədək hər birinizə uğurlar əziz tələbələr.